hamı keçir musiqili meyxanaya. Onda olacaq hamı Əlikiram kimi müğənni. Bəs bizim bu meyxanamızın təməli nə olacaq? Nətər olacaq bu? Tamam başqa şeydir. Ama Əlikiram kimi müğənni olsa etsin. Yəni o barədə, yəni meyxana deyəndən müğənni olsa etsin də. Hayır olacaq da qardaş. Əlikiram Gəlirlər, yavaş-yavaş. demək istəyir də. Yox, ya qaldı ki. Yo barədə, yəni şimdi İndi Əlikiram kimi olacaq, Vəli kimi olacaq, bilmirəm. İstəyirməsin amma o konkret təhqirə Ramiz Məmənalda demirəm, bunu qardaş. Ramiz kimi. Yəni deyirəm ki, Ramiz kimdir? Ramiz Mürşid. Ramizmiş, Allah onu rəhmət eləsin. Bizim gözəl bəstək. Hansı Ramiz? yox, mən Ramizdən danışmıram. Təhqirə Ramiz demirəm. Yəni deyirəm ki, qardaş, indi siz söz xırdarısınız. Aramızda da var, indi siz də söyləmişsiniz. Hamısı mahnı kimi söyləmək olmaz ki. Düzdür, düzdür. Değil mi qardaş? Nə bilim, valla mən nə deyim, bax belə də baxıram, adam baxır, görürsən ki, amma çox tamaşaçı kütləsi qəbul edir və sevir. Onlar da bir dəfə oxuyur. Oxuduğu məsələləri bir dənə oğlan gəlib təkrar edib oxusa, mən adımı dəyişərəm. Azərbaycanda elə 4 dənə müğənni var, sonra biri mənəm. Çıxaq oxuyaq, səsə də baxaq, janra da baxaq, oxumağa da baxaq. Amma bu günləri hamı gəlib belə yol oxuyur, məcbursan bu pul qazanmaqdan ötürü o yola gələsən. Çünki o yolu oxuyanda aparan yoxdur tuya qardaş səni. Yerləşərsən oxuyur, bunu niyə ilə tu aparıb? Düzdür mü? Mən də nəyinəsə dolanmalıyam qardaş. Qadan alıb. Bu işə düzəlməyə gəlib elə bir. Sağlıq bir dənə işə düzəldi. Dolanmalıdır qardaş. Olma. Bir dənə musiqili meyxana. Ələkbər oxusa. Deyir, yaxşı oxusa birdən. Ələkbər yaxşı oxusa, deyirsən ki, adımı dəyişdir. Nə qoyursan adımı? Nə var? Fikirləşə görün adı qoyacaq. Əlikbər qoyacaq. Əlikram yox, Ələkbər. Ələkbər.